Hoş geldiniz. Sağ olun başkanım. Hoş oğlum. Tebrik ederim bayramınızı sabah. Tebrik ederim. Yok sağ olun maşallah. Tebrik ederim. Kızlarımız hamısı güzel, siz oxuyun. Salam. Tebrik ederim. Sağ olun. Necə? Ayaz. Sağ olun. Neçə yaşın var Ayaz? Ayazın neçə yaşı var? 3. Sən nə yaxşı hündür bir oğlansan. Mən elə bildim 5 yaşın var sənin. Maşallah. Gedək, gedək. Oyuncaklarımız var ya, yaşlıyız. Şükür. Her şey yaptım. Allah sizden razı olsun. Allah şehitlerimize rahmet eylesin. Gazilerimize sana sağ olun biz. Allah sizi bizim üstümüzden eksik eylesin. Sağ olun. Çok. Bayram arifesinde bulmak Karabağ'da Allah kömeğiniz. Tebrik ederim. Çok sağ olun. Çok sağ olun. İşgalde ölümde harda yaşamışsın. Avcabed'de. Avcabed'de. Neçə gündür? 3-4 gün. Bir neçə ailədə valideynlərdə qonşu seçimlər olmaq edir. Kırmızı kamaz. Kırmızı kamaz olacak. Allah sizden razı olsun. Allah sizin sağ olun. Sağ olun. Çok sağ olun. Gene göstereyim bizim maşını. İstəyirsən Sen maşına bakma. minmək? Maçına bakırsan, Gel bakalım. Gedək. Gedək. Ne maşını? Balacak. Ne olsa bunu? Ona. Ha. Gel. Otur. Otur görək. Aha. Bize hoşuma gelir bu maşın. Yaxşı maşındır. Bu yaxşıdır yoxsa kamaz yaxşıdır? Kamaz. Sən kamaz gözlərin. Səni gələcək səni. Ay. Sağ olun. Sağ olun. Babanı öpürsən. Sağ ol. Yine Gözdə sağ ol kamaz. baba. Ha? Yine sağ ol baba. ben sen başını istiyorum. Ben bir istəyirsən yaxşı. Sağ olun. Təbrik Sağ olun. edirəm. Sağ olun. Sağ olun. Sağ olun, Çok sağ olun. sağ olun. Bayram mübarek. Sağ olun. Bayram mübarek. Tebrik ederiz. Sağ olun. Çok sağ olun. Tebrik ederim. Bayram mübarek. Sağ olun. Bayram mübarek. Bayram mübarek olsun. Bayram mübarek. Sağ olun. Hoş geldin. Salam, hoş geldiniz. Sağ olun. Sizin ablanızdan ötürü, siz ablan. Allah size değmesin. Sağ olun. Allah size uzun ömür versin. Can sağlığı. Evet, can sağlığı. Bayram mübarek. Hoş geldiniz. Hoş geldiniz. Eraman abi. Hoş geldiniz. Bayramınız. Sağ olun. Salam. Tebrik ederim. Çok sağ olun. Sağ olun. Çok güzel. Neçə gün vermiş? 4 gündür buradasın. Ev şəraiti necədir? Var. Bu kənddə bütün şərait var. Yaşamaq, işləmək. Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmısınız. Qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramını burada doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Çok büyük xoşbəxtlikdir. Sizin sayenizde. Sağ olun. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz.
Çox sağ olun. Allah sizə ömür versin. Allah ömür versin. Sağ olun. İşğal dövründə harda yerləşmişdik? Xudubət qəsəbəsində. Dövlət tərəfindən Bəli, bəli, bəli. Bütün sərqəmizdə tikilmiş binalar var. Oğruz tonqalı da burada da gelir. Birlikdə alovlandırar. Sizin sayenizde. Allah size can sağlığı versin. Allah şehitlerimize, Allah rahmet eylesin. gazilerimize can sağlığı, size de uzun ömür. Sağ olun. Her zaman bu halkın başında olasınız. Cənab Prezident, biz 92-93-cü ildə biz buradan ağlayaraq, sürünərək getmişik. Sizin sayənizdə, sizin rəhbərinizin altında, ondan sonra sizin dəmir yumruğunuzun altında, ordumuzun gücündə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizə çox təşəkkür edirik. Bu günlərim mən tək getmişdim, 6 uşağı götürüb özümlə gəlmişəm bura. Allah sizə can sağlığı, uzun ömür versin, cənab Prezident. Çox sağ ol. Sağ olun. Oradan da böyük xoşbəxtlikdir. Artıq 2 ildir ki, bu diyar işğalçılardan azad edildi. Xanoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Bütün evlər yenidən tikildi, quruldu. Bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir. Neçə ildir. Mən 6-cı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. İkinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalında Qarabağda qalıyırıq birlikdə. Böyük xoşbəxtlikdir. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərdi. Bunun nəticəsində bugün biz bu torpaqlardayıq. Və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdur. Yəni, bütün kənd, qəsəbə, şəhər hamısını dağıtmışdır. Burada bir neçə daxma tipli ev qalmışdır. Amma indi baxın, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, nə gündədir. Yerlə yeksan etmişdir. İndi bir balaca Laçında, Kəlbəcərdə qanunsuz o xaricdən gələn erməniləri məskunlaşdırmışdılar. Orada bərbad vəziyyətdir. Yəni, hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində indi Qarabağ Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır. Çalışır, təhsil alır. Və demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər böyük qayıdış proqramı çərçivəsində öz doğma diyarına qayıdırlar. Siz də artıq 3-4 gündür ki, buradasınız. Yəni, yerləşmişsiniz, hər şey yaxşıdır. Uşaqlar da gəlib, 6 uşaqlı qəhrəman Neçə uşaqlı? 6 qəhrəman anadır, üzr istəyirəm, yoldaşımdır. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərir. Gərək əhali artsın.
Mütləq. Allah köməyiniz İndi olsun. bugün də artır, amma daha da sürətlə arta bilər. Biz sizinlə fəxr edirik. Evet. Dövlətimizlə fəxr edirik. Sağ ol. Sağ olun. Bir daha təbrik edirəm sizi. Çox sağ olun. Xoşbəxt Var olun. yaşayın. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində indi qrup yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var. İndi məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə, gözəl əkin sahələri var. Bəli, Örüş tərəf- sahələri, su var. Yəni bütün işıq, Gözəl havası qaz, var. havası, kurortda yaşayırsınız. Sən layiqsiniz. İndi havanın fərqini görürsünüz. Çok güzel havası var. Hava tertemiz. Hava, su, yəni insanın sağlamlığı üçün əsas şərtlərdən biridirlər. Siz harda yaşamısınız işğal dövründə? Hoca rayonunun qəsəbədə. Yəni indi bu doğma Qarabağ torpağında biz əbədi Azərbaycan hər yaşayacağıq. tərəfi bizim torpağımızda, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də buralara biz gəlməliydik. Düzdür. Gəlməliydik və Mütləq gəldik və Allah sizə qalib xalq kimi qayıtdıq. Evet, Bir daha təbrik edirəm. Sağ olun. Sağ olun. Var olun. Sağ olun. Cənab prezident, sizdə çək-çəkmə var. Ha, təşəkkür edirəm. Siz harda yaşamısınız işğal dövründə? Biz Füzuli rayon Yuxarı Veysəlli kəndindən. Yuxarı Bəli, Veysəlli. bəli. Ha. hava- Bu düz Kamaz xəttindən yapılır. Cənab prezident, bu yalın o üzündədir. Ha. Aşağı Veysəlli o anklav idi. Bəli, bəli, o neytral Neytral. Bu aşağı Veysəldən gəlib baxırdıq, buralara həsrətlə baxırdıq. Mən 7 yaşım var idi buradan çıxanda. Deyirdim ki, görəm bu dağlara biz gedə biləcəyik. Sizin sayənizdə, şəhidlərimin sayəsində biz gəldik. Bu günlərin biz burada O Füzuli rayonunun Xocavənd ərazisində bir anklav kəndi. O aşağı. bəli, aşağı Veysəlli neytral idi. Çox sağ olun. Təşəkkür edirəm. Sağ ol. Bəli, bəli. Gəlin. Sağ ol. Sağ ol. Sağ ol. Can sağ ol. Mehriban sen de gel bizden şəkil çəkdir. Gəlin, gəlin. Çok sağ olun. Sağ olun. Çok sağ olun. Sağ olun. Gel, bəli. Maşallah. Ne olmalı? Allah sizə də. Universitet hazırlaşır. Bəli. Balaca. Allah köməyiniz olsun. 4'ü qız, 2'si oğlan. Çox sağ olun qədər. Allah sizinkilərə deyir. Sağ olun. Çox sağ olun. Bu çəkdir. Sağ olun. Biraz olar derasını. Bəli, gəlin. Neçə medalın var? Sağ olun. Böyük. Sağ olun. Sizden sağ olun.